Pomidora həddindən artıq su veriləndə torpaq çox ıslanır və bitki zəifləyir. Bunun əsas səbəbləri bunlardır. 1. Kök boğulur. Torpağa həddindən artıq su veriləndə torpağın içində hava qalmır. Torpaq palçıq kimi olur. Kök oksigen ala bilmədiyi üçün normal işləyə bilmir. Zəifləyir, yumşalır və tədricən çürümə başlayır. Kök zəif olanda yeni saçaq köklər əmələ gəlmir. Bitki torpağa yaxşı bağlana bilmir. İsti havada belə bitki sanki susuz qalmış kimi solğun görünür. 2. Qida ala bilmir. Kök boğulduğu üçün torpaqdakı gübrəni götürə bilmir. Verilən azot, fosfor, kalium torpaqda qalsa da bitkiyə keçmir. Yarpaqlar açıq yaşıl və ya sarı rəng alır. Alt yarpaqlar tez qocalır. Bitki boy atmır. Çiçək az olur. Olan çiçəklər də tökülür. Meyvə bağlasa belə xırda qalır və gec yetişir. 3. Bitki özünü qorumağa keçir. Çox su bitki üçün stressdir. Yarpaq məsamələri bağlanır. Günəşi yaxşı istifadə edə bilmir. Yarpaqlar tez saralır və tökülür. Bitkinin boy atması dayanır. 4. Kökdə zəhərlənmə olur. Havasız torpaqda kök üçün zərərli maddələr yaranır. Kök çürüməyə başlayır. Sağlam kök qalmadığı üçün bitki üst hissəni saxlaya bilmir. 5. Meyvələr xarab olur. Çox suya görə kalsium meyvəyə çatmır. Pomidorun ucu qaralır və çürüyür. Bu hal xüsusilə isti havalarda daha çox görünür. Qısa desək, pomidora çox su vermək onu xilas etmir, əksinə boğur. Kök işləməyəndə nə gübrə fayda verir, nə də məhsul olur. Pomidora həddindən artıq su veriləndə torpaq çox ıslanır və bitki zəifləyir. Bunun əsas səbəbləri bunlardır. 1. Kök boğulur. Torpağa həddindən artıq su veriləndə torpağın içində hava qalmır. Torpaq palçıq kimi olur. Kök oksigen ala bilmədiyi üçün normal işləyə bilmir. Zəifləyir, yumşalır və tədricən çürümə başlayır. Kök zəif olanda yeni saçaq köklər əmələ gəlmir. Bitki torpağa yaxşı bağlana bilmir. İsti havada belə bitki sanki susuz qalmış kimi solğun görünür. 2. Qida ala bilmir. Kök boğulduğu üçün torpaqdakı gübrəni götürə bilmir. Verilən azot, fosfor, kalium torpaqda qalsa da bitkiyə keçmir. Yarpaqlar açıq yaşıl və ya sarı rəng alır. Alt yarpaqlar tez qocalır. Bitki boy atmır. Çiçək az olur. Olan çiçəklər də tökülür. Meyvə bağlasa belə xırda qalır və gec yetişir. 3. Bitki özünü qorumağa keçir. Çox su bitki üçün stressdir. Yarpaq məsamələri bağlanır. Günəşi yaxşı istifadə edə bilmir. Yarpaqlar tez saralır və tökülür. Bitkinin boy atması dayanır. 4. Kökdə zəhərlənmə olur. Havasız torpaqda kök üçün zərərli maddələr yaranır. Kök çürüməyə başlayır. Sağlam kök qalmadığı üçün bitki üst hissəni saxlaya bilmir. 5. Meyvələr xarab olur. Çox suya görə kalsium meyvəyə çatmır. Pomidorun ucu qaralır və çürüyür. Bu hal xüsusilə isti havalarda daha çox görünür. Qısa desək, pomidora çox su vermək onu xilas